Elektron siqaretlərdən istifadə artıq yalnız fərdi seçim məsələsi deyil. Çünki bu vərdiş təkcə istifadəçini deyil, ətrafındakı insanlara da təsir altına alır. Buna görə də ictimai yerlərdə bu cür vasitələrdən istifadəyə məhdudiyyətlər qoyulub. Son dövrlərdə aparılan müşahidələr göstərir ki, elektron siqaret istifadəçilərin sayı xüsusilə qapalı və ictimai məkanlarda artıb. Bu isə digər vətəndaşların narazılığına səbəb olur. Yayılan buxar zərərsiz görünsə də tərkibində insan sağlamlığı üçün təhlükəli maddələr mövcuddur. Elektron siqaretlərin digərlərinə nisbətən zərərsiz olduğu ilə bağlı fikirlər geniş yayılsa da, həkimlər bunun tam əksini iddia edir. Bu cür məhsullar ürək ritminin pozulmasına, təzyiqin artmasına və damar sisteminin zədələnməsinə səbəb olur. Elektron siqaretlər ya veyplər, onların işləmə prinsipi buxarın əmələ gəlməsi və buxarın içində olan yağların, propilen qlikol, həmçinin nikotinin bədənə daxil olmasıdır. Siqaret adi siqaretdən eyni olan ünsiyyət nikotin olmalıdır, amma əlavə toksik təsir verən gliserin yağlardır ki, tənəffüs sistemi yandırır və ağciyər xəstəliyi gətirə bilər. Elektron tütün qızdırıcıları müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Xüsusilə gənc yaşlarda bu vərdişin formalaşması sonradan asılılıq və ciddi təhlükələrə yol açır. Elektron siqaretlər əslində nikotin qədər zərərlidir. Adi çəkilən siqaretlər qədər, nikotinli siqaretlər qədər zərərlidir. Lakin onların tərkibində olan dad qatqıları və onlardan yaranan kanserogen maddələr uşaqlarda, gənclərdə asıllıq yaradır. Və elektron siqaretlərin istifadəsinin asanlığı və bunun bir növ dəb halını alması, yəni böyük bir sosial bəladır. Mütəxəssislər xəbərdarlıq edir ki, elektron siqaretlər ənənəvi tütün məmulatları qədər zərərlidir. Bu səbəbdən onların istifadəsi ciddi nəzarət tələb edir. Qanunvericilikdə edilən dəyişikliklər də məhz ictimai sağlamlığın qorunmasına xidmət edir.